Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Həmişə olduğum kimi yenə də yeni bir mənzillə sizin qarşınızdayam. Nəsim bazarının yaxınlığında yerləşir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 4 otaqlı mənzildir. Yaxşı da proyekti var. Təzə təmirdə dediyim kimi yaşayış olmayıb. Mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda girişdə döşəmə, qranitli üstü döşəmə ilə təsis olunub. İşıqlandırmada lüstrlardan istifadə olunub. 2 lüstrumuz var. Əlavə olaraq divarda bura işıqlar da yerləşdirilib. Girişdə divarda dekorativ boyadan istifadə olunub. Əlavə olaraq lepka işləmələri görürsünüz. Otaqların yerləşməsini siz nəzərə çatdırın. Girişdən sağda burada mənzilin yerləşir ümumi sanitar qovşağı. Burada deməli o gördüyünüz bura mənzilin qonaq otağıdır. Yanında mətbəxi. Bura bir yataq otağı. Burada isə 2 yataq otağı yerləşir. Ümumilikdə 3 yataq otağı var. Və başlayaq otaqlardan. Buradan daxil oluruq mənzilin qonaq otağına. Geniş kvadrat şəklində qonaq otağımız var. Yəni dar uzun otaq deyil. Ona görə istədiyiniz mebel dəstini tam rahatlıqla yerləşdirə bilərsiniz. Mənzilin 2 eyvanı var. Bir eyvana buradan qonaq otağından çıxış var. Pərdələr açılıb hazırdır. Burada deməli işıqlandırmada lüstr və spotlardan istifadə olunub. O hissədə bura işıqlar yerləşdirilib. Kondisioner qoyulub hazırdır. Dediyim kimi burada da mənzilin eyvanına çıxış var. Əks tərəfdə göstərim. Divarda lepka işləmələr və maraqlı teksturalı divar kağızlarından istifadə olunub. Keçək, mən sizə buradan göstərim. Qonaq otağının düz yanında yerləşən mənzilin mətbəxindən. Kifayət qədər geniş ölçüyə malikdir. Yəni təxmini 25-27 kvadrat olar. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Ümumilikdə mənzildə istilik sistemi, kombidir, radiatorlar quraşdırılıb hazırdır. Yeni mətbəx mebelimiz yığılıb görürsünüz. O yuxarı hissələrdə şkafdır. Üstü və sinəliyi mərmərdir. Soyuducu, qab yuyan, paltar yuyan. Bunlar hamısı yerləşdirilib hazır vəziyyətdədir. Qaz peçi, aspirator bunlar da qoyulub. Şkafların içərisini göstərim. Yəni təxmini dərinlik barədə də məlumatınız olsun. Yəni yuxarı hissələrdə dediyim kimi şkafdır. TV internet çıxış burada nəzərə alınır və buradan bayaq dediyim eyvana da çıxış var. Həm qonaq otağından, həm də mətbəxdən və burada da yenə kondisionerimiz quraşdırılıb. Lüstrda yerindədir. Keçək, vaxt itirmədən mənzilin yataq otaqlarına başlayaq. Mənzilin əsas yataq otağından buradan daxil oluruq. Ümumi olaraq otaqlarda təmir eynidir. Sadəcə belə deyim, divar kağızlarının rənglərində, lüstrlarda fərqlilikləri var. Və ikinci eyvana da bu yataq otağından çıxış var. Dediyim kimi, bayaq qeyd etdim, radiatorlar da qoşulub hazırdır. Kondisionerin yerini kimi hamısı nəzərə alınıb. Və burada yerləşməni nəzərə çatdırın, taxtın yeri bu tərəfdədir. Və bu yataq otağının daxilində yerləşir mənzilin ikinci sanitar qovşağı, ümumilikdə 2 sanitar qovşağı var. Biri ümumi olanda onu göstərəcəm. Bu sırf bu yataq otağının daxilində olandır. İçərisi də kifayət qədər genişdir, görürsünüz bu hissədə. Duş kabinimiz yığılıb, maraqlı teksturalı qranitlər seçilib ümumilikdə. Burada deməli qızılı rəngli aksesuarlardan istifadə olunub. Gözəl moydadır. Yəni bütün aksesuarlar tam olaraq təchiz olunub. Burada yerləşir mənzilin ikinci yataq otağı. Yataq otaqlarının ölçüsü yaxşıdır. Yəni yataq dəstinizi tam rahatlıqla yerləşdirə bilərsiniz. Qarşısı da açıqdır. O nəzərə çatdırım. Heç bir bina belə deyim, qarşısını kəsmir və işıqlı mənzildir ümumilikdə. Burada dediyim kimi ikinci yataq otağıdır. Yerləşmədə belədir. Taxtın yeri bu hissədə nəzərə alınıb. TV, internet çıxış əks tərəfdədir. Yəni bu hissələrdən yataq dəstiniz tam rahatlıqla yerləşəcək. Onu nəzərinizə çatdırım. Keçək, mən sizə burayı göstərim. Ümumi sanitar qovşağı, sonra mənzilin 3-cü yataq otağını və qiymətini nəzərinizə çatdıracağım. Bayaq dedim, girişdən sağ tərəfdə yerləşir. Bura ümumi sanitar qovşağımızdır. Dediyim kimi ölçüləri kifayət qədər genişdir. Bu hissədə duş kabinimiz yığılıb. Ümumi olaraq göstərirəm, tam təsəvvür yaransın və təbii ki, sanitar qovşaqlarda isti döşəmə ilə təchiz olunub. Dediyim kimi, texnikaları var, qabıyan, soyuducunu göstərilir, paltaryan isə burada yerləşdirilib. Keçək, 3-cü yataq otağını göstərim. Sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağam. 3-cü yataq otağım isə buradadır. Digər yataq otaqlarına nisbətən ölçüsü 3-4 kvadrat balacadır. Yəni buranın uşaq otağı kimi də istifadə edə bilərsiniz. İstəyə uyğun, həm də
böyük yataq otağı kimi. Yəni bu sizin istəyinizdən asılıdır. Ümumi olaraq göstərim. Əks tərəfdə yan hissədə şkafınızı yığa bilərsiniz. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Məlumatları deyim. Yerləşir Nəsim bazarının yaxınlığında. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 4 otaqlı mənzildir. Geniş ölçüyə malikdir. 204 kvadrat ölçüsü var. Sənədlər qaydasında da çıxarış, yəni kupça da var. Yerləşir 17 mərtəbəli binanın 15-ci mərtəbəsində və onu da deyim ki, mənzilin start olaraq qiyməti 650.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.